Esselamu alel Hüseyin ve ala Ali ibnel Hüseyin ve ala evladul Hüseyin ve ala ashabil Hüseyin. Bu gecə Fatimənin didəsi giryan olacaq. Ki sabah oğlu Hüseyin qanına qəltan olacaq. Bu gecə nalə çəkib Əhməd Muxtar ağlar. Bu gecə növhə qılıb Heydər Kərrar ağlar. Bu gecə şivən edib firqəyi əbrar ağlar. Təşnəlikdən cigəri Ali Əli qan ağlar. Əhl-i beytə yetib ənduhi musibət bu gecə. Üz verib şiələrə 100 qəm o möhnət bu gecə. Verilib qasirə bir cami məhəbbət bu gecə. Həşrədək novhəgər şah şəhidan olacaq. Həşrədək novhəgər şah şəhidan olacaq. Bu gecə İslam aləminin ən faciəvi bir gecəsidir. Bu gecə Peyğəmbərin gəlməsindən bu yana dünyanın hələ belə bir faciə görmədiyi bir gecədir. Bu gecə Peyğəmbər əhl-i beytinin zülmlə şəhid olduğu gecədir. Bu gecə susuz qaldıqları 3 günün tamam olduğu gecədir sabah. Allah Müteal Peyğəmbər-i Əkrəmə bir ayətdə Qur'an-ı Kərimdə buyurdu ki: "Qul la əs'alukum aleyhi əcran illəl məvəddətə fil qurba." Ey mənim rəsulum, ey Peyğəmbər-i Əkrəm, sən ki yıllarla İslamın uğrunda zahmət çəkdin, dişivi sındırdılar, səni döydülər də bunun üçün, min bir əziyyət də verdilər. Bunların hepsinin müqabilində insanlara de ki, sizdən bir şey istəyirəm. Əhl-i beytimə sevgidən başqa bir şey deyil bu. Yalnız mənim əhl-i beytimə sevgi bəsləyin yetər. Şəhidlərin məqamı Qur'an-ı Kərimdə çox uca məqamdır, çox dəyərli bir məqamdır. Şəhidlərin məqamı sözlərin ifadə etmədiyi bir məqamdır, sözlərin gücünün yetmədiyi bir məqamdır. Qur'an-ı Kərim buyurur ki: "Fərihuna bima atahumullahu min fadli." Allah öz lütfündən onlara verdikləri ilə sevinməkdədirlər şəhidlər. Allah onlara elə nemətlər verib axirətdə ki, onlar ona baxıb sevinərlər. Və yəstəbşirunə billəzinə ləm yəlhəqu bihim min xalfihim. Və o insanlar da ki, hələ şəhid olmayıblar, amma şəhidlərin arxasınca gedirlər, onların da deyir sevincinə qoşularlar. Onlara da müjdə verirlər şəhidlər ki, siz də bizə qoşulacaqsınız. Əllə xavfun aleyhim və ləhum yəhzanun. Bunların bir xüsusiyyəti var şəhidlərin. Onlar qorxmazlar, nə də üzülməyəcəklər, hüzünlənməyəcəklər. Mərhum əziz şəhidimizin bir sözü var. Deyir, şəhid kimi ölməyin şartı şəhid kimi yaşamaqdır. Gərək şəhid kimi yaşayasan ki, şəhid kimi öləsən. Allah bu fiyatı hər yaşama vermir. O insanlara verir ki, şəhid kimi yaşayırlar. Allah üçün yaşayırlar. Ziyarət-i aşırada nə deyirik? Allahümmə cəəl məhyaya məhya Muhammedin və ali Muhammed və məmati məmata Muhammedin və ali Muhammed. İlahi, əvvəl mənim həyatımı Peyğəmbər və ali Peyğəmbərin həyatından qərar ver, sonra da ölümümü onların ölümü kimi qərar ver. Demək, birinci işimiz nədir? Şəhidi dərk eləmək, şəhid kimi yaşamaq
ki bu ölümə də şərəflənə bilək. Neynədilər şəhidlər? Buyurur ki, "Əllezîne istecabullahu ve'r-rasûli min ba'di ma asabahumul qarh." O qədər yara bədənlərinə dəyəndən sonra Allah və peyğəmbərinə cavab verirlər. "Lillezîne ahsanu minhum vettaqav ecrun azîm." Onlardan iyilik yapan ve Allah'tan sakınanlar için büyük bir ödül vardır. Hoş şehidin halına, hoş o insanın halına. Allah Kur'an-ı Kerim'de bize buyurur ki, "Ya eyyühellezine amenu." Ey müminler, ey iman getirenler. İstecibu lillahi ve lirrasul. Allah'a ve peygambere cevap verin. İza da'akum lima yuhyikum. O zaman ki size hayat vereceği şeye sizi çağırırlar, onlara cevap verin. Bu cevabı en güzel şekilde şehitler veriblər Allah'a. Lebbeyk deyiblər. Allah, can istəyirsən canımız qurban. Ne istəyirsən? Her şeyimizle hazırlıq sənin yolunda. Bu verilen vadeler normal şehitlerdir. Yani Allah için bir savaşta canım verenler. Bir de var Seyyid-i Şüheda. Şehitlerin ağası Hüseyin'in şehadeti. İndi gəl şehitlerin ağasının ne kanunu olar? Kul ya ibadiyellezine esrafu ala enfusihim la taqnatu min rahmetillah. Buyurur, ey mənim o bəndələrim ki, ömrünüzü israf eləmişsiniz, ömrünüzü dünyaya harcamışsınız. Siz de Allah'ın rəhmətindən ümidsiz olmayın. Allah bağışlayandır. İnnallaha yəğfiruzzunube cəmiən. Allah bütün günahları bağışlayır. Bu günə qədər ki, xəta eləmişsiniz, günah eləmişsiniz, tək anlayın, geri dönün. Bilin, bu yolda Hüseyin kimi insanlar olub. Düzdür, Hüseyin olmamışıq. İlahi, biz kimiyik ki? Biz kimiyik ki Hüseynin nökərinin nökəri olaq? Yenə də Allah deyir ki, eybi yox, ey mənim bəndəm. Mən səni bağışlayıram. Sən ömrü israf eləmişsən, amma bundan sonra dön geri. Bundan sonra məni an. İmam Sadiq ağa buyurur ki, Şiələrimizə söyləyin ki, bizim matəm məclislərimizi düzənləməyə və yaşatmağa qayrət göstərsinlər. Şiələr, bugün sizin ağavuz şəhid olub, bugün sizin Mevlavuz şəhid olub. Bugün iki dünyanın rəhbəri şəhid olur, ona hazırlaşır bu gecə. İmam Sadiq ağa deyir ki, Şiələr bunu yaşadın. Qoymayın Hüseyin unudulsun. Qoymayın Hüseynin məktəbi unudulsun. Dünya bugün istəyir Hüseynin məktəbi unudulsun. Hədis var ki, məzmunu belədir. Din düşmənləri nə qədər ki, övladlarınızı dindən ayrı salmayıblar, dini onlara öyrədin. Çocuklarınızı gətirin bu məclislərə. 10 gün çocuklar məclisə gəlməklə zarar görməzlər. Eybi yox, yuxusuz qalsınlar. Əsğər bizə görə susuz qalıb, bizim balamız niyə yuxusuz qalmasın? Əli Əkbər bizə görə doğranıb, niyə bizim balamız yuxusuz qalmasın ki 10 gün? Zeynəb, Səkinə, Ümmü Gülsüm, bunlar çöllərdə əsir olub. Bizim balalarımız niyə 10 gün yuxusuz qalmasın ki? Allah rəhmət eləsin sizin ana babalarınıza. Onlar sizin əlinizdən tutmasaydı, gətirməsəydi Hüseynin məktəbinə, siz də bugün burada olmazdınız, biz də bugün burada olmazdıq. Onun üçün bu məsələyə diqqət edin. Əhl-i Beytün məclislərindən övladlarınızı uzaq salmayın. Bugün düşmanın sizlə işi yoxdur, övladlarınızla işi var. Niyə bugün bütün fəsad məclislərinə çocukları qoyurlar, amma Hüseyin məclislərinə qoymurlar ki, psikolojiləri bozular.
Demək bu məclislər mühümdür, önəmlidir. Övladlarınızdan yapışın, gətirin. Camidə yatsın Hüseynin əzasında. Amma Hüseynin əzasında olsun övladınız. Əhl-i Beytin ismi ilə böyüməyən çocuğun aqibəti Allah bilir nə olar. Tutun körpələrinizin əlindən gətirin bu məclislərə. Camidən uzaq salmayın övladlarınızı. Allah-u Teala İmam Hüseyin ağanın qiymətini, fiyatını özü verir. Biz kimi ki Hüseyinə fiyat verək? İmam Baqir və İmam Sadiq ağadan nəql eləyirlər ki, Muhammed ibn Müslim deyir ki, Səmi'tu Əbu Cəfər və Cəfər ibn Muhammed yəqulan. İki imamdan deyir, duydum. Hər ikisi deyirdilər. İnnəllâhe əvvəzəl Hüseynə min qətlihi ən cəaləl imamətə fi zürriyyətihi. İmam Hüseyin ağaya Allah ki, bu Hüseyin onun üçün qanın verdi, canın verdi, balasın verdi, balaların verdi. Allah Müteal özü Hüseynə 4 dənə bədəl verdi. 4 dənə şey verdi, dedi, bu qanın fiyatı. Əlbəttə, bundan yetmir, ha. Hüseyin üçün verilənlərin fiyatının bir küçük qismidir bu. Biri budur. Min qətlihi ən cəaləl imamətə fi zürriyyətihi. Allah imamətin davamını Həzrəti Hüseynin soyunda qoydu. İmam Hüseyin ağanın övladlarından gətirdi, imamətin 12'sini də yetişdirdi. İkincisi və şifaə fi turbətihi. Hüseynin türbətində şifa qoydu Allah. Bu nə Hüseyndir? Bu necə bir məqamdır ki, hədisləri qoyaq qırağa. Hədisləri qoyaq qırağa. Zamanəmizdə yaşayan nə qədər hasta insanlar Hüseynin türbəti ilə şifa bulurlar. Hələ mən hədis saymıram. Gidin İmam Hüseyin ağanın türbətinin, hərəminin xadimlərindən soruşun. Heç olmasa hərəsi bir dənə şifadan konuşar sizə. Deyir, Allah Hüseynin türbətində şifa qoydu. Hüseyin ki öz canını verdi Allah üçün. Və icabətə dua ində qəbrihi. Allah Həzrəti Hüseynin qəbrinin yanında olan duaya zamin durub. Hər kim dua eləyərsə Hüseynin qəbrinin yanında, əgər məsləhətdirsə Allah ona zamin durub. Amma dua, əziz rəhbərimiz gözəl bir söz deyirdi. Deyirdi, amma dua olsun, dilivin ləqləqəsi olmasın. Duanın şərtləri var. Duanı yalnız oxumazlar, duanı yaşayarlar. Həzrəti Hüseynin yanında hər kim həqiqi dua eləyərsə şərtləri ilə birlikdə, Allah bu duaya zamin durub ki, mən bunu qəbul eləyərəm. Çünki Hüseyin hər şeyin mənim yolumda qurban verib. Və la tuaddu əyyamu zairihi caiyan və raciən min umrihi. Hər kim İmam Hüseyin ağanın ziyarətinə gedərsə, deyir, Allah ona əvəz veribdi ki, o ziyarətdə geçən zamanı hesablamaz onun üçün. Hesablamaz onun üçün. O mənada yox, ha, orada ölməz. Xeyr, ölə bilər. Amma bilirik də bizim ömrümüz haqqında bizə sorğu-sual olacaq. Bizdən soracaqlar hər anımız üçün, hər dəqiqəmiz üçün ki, ömrünü necə harcadın, harda harcadın, mən sənə neymət vermişdim, mən sənə hər şey əta eləmişdim, sən mənə nə qədər önəm verdin, ey mənim bəndəm. Amma Hüseynin ziyarəti o qədər önəmlidir ki, İmam Sadiq ağa buyurur ki, o ziyarətdə geçən zaman haqqında Allah səndən sormaz. İmam Muhammed Baqir əleyhissalamdan nəql eləyirlər ki, ağa buyurur,
buniyel İslamu ala khamsati eşyain. Bu İslam alemi, dini 5 şeyin üzerinde bina olup, 5 temelin üzerinde bina olup, eğer bu temelden biri giderse, o bina ne kadar yüksek de olarsa özünü ayakta saxlayabilmez. 5 temelin üzerinde kurulub İslam dini. Buyurur alə salat və zəkat və savm və hac və vilayət. İslam bunların üzerinde durur. Namaz, zekat, oruç, hac, bir de vilayət. Eğer bunlar koparsa dindən eser kalmaz. Dinin adı kalmaz. Dinin həqiqəti kalmaz. Dinin dadı kalmaz. Allahla rabitə kəsilər dində. Soruşdular ki, Zürarə deyir, soruşdum imamdan və əyyü şeyin min zalikə əfdal. Bu 5 şeydən ağacan ən önəmlisi nədir? Bunlardan ən önəmli olanı hangisidir? Qalə əl-vilayətu əfdalu. Vilayət, imamət bu 5 dənənin ən yücə yerində oturandır. Ən fəzilətlisidir. Li'ənnaha miftahuhunnə. Çünki vilayət bu 4 ibadətin anahtarıdır, kilididir. Niye dünya bugün düşüb yalnız vilayətin üstünə? Niye? Kimi bugün namaz qıldığına görə cəzalandırırlar? Kimi bugün həccə getdiyinə görə cəzalandırırlar? Kimi bugün oruç tutduğuna görə qınıyırlar? Heç kimsəyi. Kimi zəkat verdiyinə görə cəzalandırırlar? Kimsə yox. Amma hər kim imamətin həqiqəti ilə yaşasa, dünyanı ona dar eləyirlər. Çünki dinin anahtarı budur, imamdır. Səni imamdan ayıra bilsələr, deyəcəklər ki, nə istəyirsən yap. Ən yücə camilər tikdirəcəklər. Ən bahalı halılar sərəcəklər. Ən gözəl şəraitlər quracaqlar. Nə istəyirsən yap. Amma imamətdən ayrı düşəndən sonra bunları yapırlar. Kərbəlada kimsəyə demirdilər namaz qılma. Kimsəyə demirdilər zəkat vermə. Kimsəyə demirdilər oruç tutma. Özləri gedib namaz qılırdılar. İmam Hüseyin ağanın başı xəncərdə ötürürdülər bir-birinə ki, namazın ilk vaxtı geçməsin. Namazın ilk vaxtı geçməsin. Niyə? Niyə bu namazlar bunları xilas eləyə bilmədi? Niyə bu ibadətlər bunları xilas eləyə bilmədi? Niyə bu bismillahlar bunları xilas eləyə bilmədi? Çünki o bismillahın anahtarını itirmişdilər. Hüseyni itirmişdilər bunlar. İlâ ən qal. Sonra imam buyurdu. Əmâ ləv ənə rəculən qâmə leyləhu və sâmə nəhârahu. Bir kişi əgər gecələrini ibadət eləyərsə, gündüzlərin hepsini oruç tutarsa, demir ha, bir gün, 2 gün, 1 yıl, 10 yıl, demir bunu. Deyir, hər zamanın orucla geçirirlərsə günlərini, axşamını ibadətlə geçirərsə və təsəddəqə bi cəmi'i malihi, əlində olan hər şeyin Allah üçün sədəqə verərsə, miqdar demir, zaman demir, məhdud eləmir, əlində olan hər şeyini Allah üçün verərsə və ləm ya'rif vilayətə vəliyyullah, amma Allahın vəlisinin, imamının vilayətini tanımasa, fəyuvaliyahu, ona ibadət, itaət etməzsə və təkunə cəmi'u a'malihi bidalalətihi iləyh,
Ma kana lehu alallahi hakkun fi sebabi. Bu qədər işlər ki sayılır, bütün bu işləri eləsə, amma imamətdən uzaq düşsə, deyir ki, Allah Mütəalın üzərində onun heç bir haqqı yoxdur. Bu nə qiymətdir, bu nə bədəldir, bu nə fiyatdır. İmam Hüseyin ağa Allah dərgahında nə qədər əzəmətə sahibdir gör. Demək, dinin tamamlanması buna görə idi. Allah Müteal bütün hökmlərin %99'u nazil olmuşdu, dindən razı değildi. Demədi, tamamlamışam. O zaman ki imam təyin olundu, dedi, indi sizdən razı oldum. İslamı indi razı oldum din olaraq. İndi həqiqətən də din sizin üçün kamil oldu. Neynəməlidirlər indi düşmənlər? Əgər sizin məqsədinizi aradan aparmaq istəsələr, neynəyəcəklər? İlk sizi hədəfə yetişdirən nədirsə, onu alacaqlar. İmaməti alacaqlar. Dinin ruhu üçün bu gecə yığışmışdılar Kərbəlaya. Dinin ruhunu alsınlar. Bugünə qədər müsəlmanların çoxsu bu yoldan azğınlığa düşüblər, uzaqlaşıblar. Niyə? Çünki bu gecə bir səhrada Peyğəmbərin balasın, ailəsin, qızların, hanımların hamısını öldürərək bir hədəf uğrunda ki, dinin ruhu aradan getməlidir. Bunun üçün Hüseyni məzlum elədilər. Biz neçə gündür danışırıq. Kimlər bunu etdilər? Küfəlilər kim idilər? Bunlar hansı xüsusiyyətlərə sahib idilər? Allaha çox şükür, hamınız bilirsiniz bunları artıq. Mən istəmirəm bu gecə daha o konulara girim. Bu gecə matəm gecəsidir. Bu gecə ağlamaq gecəsidir. Bu gecə Hüseynin dərk olunan gecəsidir. Bu gecə Hüseynin məzlum olan gecəsidir. Bu gecə elə bir gecədir ki, imamətin rəhbəri Həzrəti Hüseyn dedi ki, gəlin çadırların ətrafında xəndək qazın ki, çadırlara hücum olanda əngəl olsun. Bunu harda eləmişdi Peyğəmbər? Peyğəmbər bunu xəndəkdə elətdirmişdi ki, kafirlər gəlirlər dinə hücum eləməyə, xəndək qazın. Çünki kafirlər Peyğəmbərin hörmətini sındırarlar. Peyğəmbərin balasının hörmətini sındırarlar. İmam göstəriş verdi ki, Ömər Səd gəldi, Kərbələdaydı, bilirsiniz, neçə gün idi artıq. İbn Ziyad lənətullah əleyh bu günləri Şimri göndərdi Kərbəlaya. Şimri gəldi Ömər Sədin yanına, dedi, Ömər Səd, son məktubu gətirmişəm. Ya bugün işi bitirirsən, ya da İbn Ziyad mənə vədə verib. Ya da bu işi mən bitirəcəm. Görün, Hüseynin qanına necə tələsirlər, Hüseynin qanını tökmək üçün necə yarışırlar bir-biri ilə. Ömər Səd dedi, tamam, mən özüm eləyərəm, qoy rey mülkü mənim olsun, qoy rey mülkü mənim əlimdən çıxmasın. Bir də gördülər, qoşun hərəkətə keçir, başlayırlar xeymələri mühasirəyə almağa. Peyğəmbər balaları çadırların içində 3 gün ətəş, 3 gün susuz. Başladılar xeymələri mühasirəyə almağa, çadırları mühasirəyə aldılar. İmam Hüseyin ağa dedi ki, birinci gəldilər, Əbəlfəz ağanı çağırdılar. Əbəlfəz ağanın, bilirsiniz, məlun Şimrlə ana tərəfdən uzaqdan uzağa akrabalığı var idi. Dedi, xalan oğlanları sənə bəyannamə gətiriblər. Əbəlfəz, bizə qoşul, sən azadsan, sən rahatsan, get.
Əbəlfəz ağa baxdı bunlara, baxdı Həzrət Hüseynə. Ey bədbəxt, sən nə istəyirsən məndən? Sən istəyirsən Peyğəmbərin balasını tənha bıraxım mən? İmam Hüseyin ağa dedi ki, Əbəlfəz, onlara getdilər mənim adımla. Əgər bir gecə bizə möhlət verə bilərlərsə, bir gecə bizə möhlət versinlər. İnni uhibbus salah, mən namazı çox sevirəm Əbəlfəz. De bu gecə ibadət eləmək istəyirəm. Dedilər, yaxşı bir gecə verərik fürsəti. İmam Səccad ağa bilirsiniz də, Aşura günü hastaydı. Özü nəql eləyir. Deyir İmam Hüseyin ağa hamısını yığmışdıq xeyməyə. Yavaş-yavaş durdum, getdim xeymənin qapısına, çadırın qapısına. Gördüm ağa xütbə eləyir. Deyir, baxın ha, yarına kimsə qalmayacaq sağ. Ən körpə balamızı da yarın şəhid eləyəcəklər ha. Dedilər, ağa körpə ki səhnəyə getməz, savaşa getməz. Dedi, yox, mən onu su üçün götürərəm, onu da hədəfə alarlar, onun da boğazını biçərlər. Mən imamınızam, mən sizə izin verirəm. Mən sizə izin verirəm, beyətimi üzərinizdən götürürəm. Hər kim istəyirsə, getsin. Amma indi gedin, ha, yarın getsiz. Gec olar. Gedən də elə yerə getsin ki, mənim səsimi duymasın, ha. Əbəlfəz ağa qalxdı ayağa, dedi, Hüseyin, sənimi tək qoyaq. Ləbbeyke ya Hüseyin! Ləbbeyke ya Hüseyin! Əbəlfəz ağa gecəsi önəmli gecədir. Əbəlfəz ağanın gecəsindən hidayət istəyək. Bir Məsihi var idi, tacir idi. Ustadlar danışırlar. Bir İranda bir tacir idi, Məsihi idi. Gözəl imkanatı var idi. Bunun qızının başında kanser hastalığı tapıldı. Nə etdilərsə çarə bulunmadı. Hangi doktora getdilər olmadı. Bir gün də doktor dedi ki, bu gün qızınızı çıxarın artıq hastanədən, ölüm zamanıdır. Bu gecə son gecəsidir. Aparın qoy burada ölməsin. Allah bizim də hastalarımız. Deyir, dedi, bu gecə aparın, qoy evdə ölsün qızınız. Götürdük, deyir, qızımı gətirdim evə. Gördüm, qızımın halı çox pisdir. Körpə bala can verir, nəfəs ala bilmir. Dedim, hanım, mən gedirəm. Dözə bilmərəm qızımın bu can vermək, halını görməyə. Mən gedim. Qızım canını tapşırar, sabaha yaxın gələrəm. Çıxdım, deyir, dışarı, gəzirdim, zamanımı keçirirdim ki, qoy. Canı çıxsın, sonra gedim evə. Gəldim, bir sokağa yetişdim. Gördüm, bir səs gəlir. Bir səs gəlir, o tərəfdən oxuyurlar. Ey ba vəfa, Əbəlfəz. Ey ba vəfa, Əbəlfəz. Ey vəfalı Əbəlfəz. Müşkül quşa, Əbəlfəz. Müşkül quşa. Deyir, ey müşkülləri asan eləyən Əbəlfəz. Bu səsi duydum, deyir, gəldim yaxına, bir kişidən soruşdum, yaşlı kişidən, nə oldu? Dedi, sən müsəlman deyilsən, bilmirsən ki, Əbəlfəzi niyə çağırarlar? Əbəlfəz kimdir? Dedim, yox, mən Məsihiyəm. Gəldim qabağa, dedilər ki, bir zirəh düzəlib, Həzrəti Əbəlfəzin hərəvinə götürüləcək. Dedilər, bu Əbəlfəz İmam Hüseyin ağanın yolunda şəhid olub. Bir bunu duydum belə, gəldim yapışdım Həzrəti Əbəlfəzin zirəhindən. Dedim, ağa,
Bilirəm Hüseynə çox bağlı olmusan. Bilirəm hər şeyi Hüseyn üçün vermisən. Sənə and verirəm Hüseynin hörmətinə. Balama bu gecə şifa ver. Daha çarəm hər yerdən kəsilib. Nə olar balama şifa ver. Sənə kişi kimi söz verirəm. Balama şifa ver, müsəlman olacam sənə görə. Deyir bunu dedim, yavaş yavaş ayrıldım. Gelirdim eve. Gördüm ki bahçe doludur adamla. Komşular hamısı toplaşıb eve. Dedim aha kızım yəqin rahmete gedib onun için toplaşıb. Diye çıxırdım merdivenleri, gördüm kızım geldi. Dedim baba hardan gelirsen kurban ol. Canımı alacaktılar, bir tane kolsuz hemen söz geldi. Dedim ben ona zaminəm, babasına söz vermişim, götürmeyin. Ama kızım babama diyersen o da bana söz verir. Başladı ağlamağa, ağlayırdı. Kızı dedi ki baba niye korkursan daha ölmeyeceğim ki sağalmışım. Deyir ya kızım bilirsen niye ağlayıram, adam da belə belfasın ellerin keser. Əbəlfəz ağa Aşura günü gəldi xeymələrə. Gördü balaca balalar istilikdən kömnəklərin qaldırırlar. Əbucan susuzdan digərlərimiz yanır. Həzrət Əbəlfəzin qeyrəti dözmədi. Söz verdi ki balalarım gedirəm sizə su gətirir. Gəldi yarələrlə, savaşa özün yetirdi Fırat. Qan olasan Fırat. Deyir, əlini saldı suya ki, su içsin, 3 gündür özü də susuz. Bunu İmam Sadiq ağa elmi qeybi ilə deyir, nəql eləyir İmam Sadiqin özü. Deyir, istədi sudan içsin, sonra xəcalət çəkdi ki, xeymədə balalar susuzdur. Suyu aldı, geri dönəndə mühasirəyə aldılar ağa. Sen bilirsiniz Hasan şəhid oldu, Əbəlfəz şəhid olanda. Məlun arxadan gəldi, ağanın sağ əlini kəsdi. Ağa xəncəri götürdü sol əlinə, biraz savaşdı, gəldi sol əlində kəsdi. Ağa su məşqini aldı ağzına. Balalar məni gözləyir. Allah, mən nə cavab verərəm Səkinəyə? Deyir, bir əmud dəydi başına, bir dəmir vurdular başına. Əbəlfəz ağa İmam Hüseynə qardaş deməzdi, ağam deyərdi. İmam Hüseyin ağa bir de gördü, ses gelir ya, əxi. Qardaş. Adrik əxakə, qardaşımı dərk eləmişsin. Sen kardeşin yıkılır. İmam Hüseyin ağa buyurdu ki, el-âne inkesere zehri. İndi benim belim sındı.